Dünyada əqli mülkiyyət innovativ inkişafın əsas drayverlərindən biri kimi qəbul olunub. Bu fikirlər Əqli Mülkiyyət Agentliyinin 26 aprel Əqli Mülkiyyət Günü ilə bağlı təşkil etdiyi innovativ potensial, əqli mülkiyyət, intellekt mövzusunda dəyirmi masada səsləndi. Agentliyin idarə heyətinin sədri Kamran İmanov çıxışına Prezident İlham Əliyevin fikirlərindən stat gətirməklə başladı. Davos iqtisadi forumlarından birində o demişdi, gələcəyimiz inovasiyalar, texnologiyalar, yaxşı idarə etmə, şəffaflıq və sahibkarlığa dövlət dəstəyindədir. Bu fikirlər sinkretik xarakter daşıyır, sinkretik məna daşıyır, mövcud reallıqları əks etdirir, uzaq öyrən, kreativlik, gücə malik olaraq bu günümüzlə gələcəyimiz arasında körpü yaradır. Bununla belə qarşımızda istər əqli mülkiyyət sisteminin, istərsə də elm və təhsilimizin və digər sahələrin yeni vəzifələrini müəyyən edir. İnnovasiyalar, iqtisadiyyat o deməkdir ki, istehsalatın əsas faktoruna, əsas amilinə innovasiyalar çevrilir. İnnovasiya ekosistemi böyük və mürəkkəb sistem kimi bir sıra amillərin qarşılıqlı təsirindən asılıdır. Bunların ən mühümləri onun elmi, texnoloji, sahibkarlıq və istehsal aspektləridir. İnnovasiya potensialına baxış 2026 tədqiqatına əsasən 193 ölkədə 2,5 milyard məlumat vahidi təhlil edib və 2500-dən çox innovasiya imkanını əhatə edən xəritə yaradılıb. Müəyyən olunub ki, tədqiq edilən ölkələrin yalnız 10%-i öz texnoloji potensialını tam şəkildə reallaşdırır. Bu da ildə təxminən 339 min texnoloji innovasiya bərabərdir. Başqa sözlə, texnoloji innovasiyalar sayəsində iqtisadiyyatların yalnız 10%-i öz patent potensialını reallaşdırır. Kamran İmanov ölkəmizin bu sahədə əldə etdiyi nailiyyətləri də diqqətə çatdırdı. Patent üzrə hətta Qlobal İnnovasiya İndeksinin hesabatında yazılıb ki, patent sahəsi Azərbaycanın güclü sahəsidir. Birbaşa belə yazılıb. Bu bizim qiymətimiz deyil. Və bunun əsasında Ümumdünya Əqli Mülkiyyət Təşkilatı 204 əqli mülkiyyətlə bağlı ofislərdən 15-ni seçib. Və onun nəticəsində bir kitab buraxdı. Liderlər bu sahədə. MDB məkanından 15 sıraya düşən yeganə bizik. Və orada bizim də mövqeyimiz öz əksini tapıb. Əqli Mülkiyyət Agentliyinin təklifləri əsasında patent haqqında qanuna edilən dəyişikliklərin tətbiqi nəticəsində ixtira və patent fəallığının daha da artacağı proqnozlaşdırılır. Patent alınması ilə bağlı iddia sənədlərinin ekspertiza müddəti də əhəmiyyətli dərəcədə azalacaq. 2025-ci ildə 214 patent verilib. İxtira fəallığı 2024-cü illə müqayisədə 37,8%, patent fəallığı isə 15,7% artıb. 2025-ci ildə əmtəə nişanlarının dövlət reyestrində 3100 nişan qeydiyyatı alınıb ki, bu da 2024-cü illə müqayisədə 256 ədəd çoxdur. Əmtəə nişanlarının qeydiyyatına dair bu ilin birinci rübündə Pənah elektron sistemi vasitəsilə agentliyə 1012 iddia sənədi daxil olub. 512 müəllif hüquq sahibinə məxsus 900 əsər və əlaqəli hüquqların obyekti olan ifa qeydiyyatdan keçirilib. Görülən tədbirlərin sayəsində ixtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanı, coğrafi göstəriciyə dair iddia sənədlərinin ekspertizası müddəti orta hesabla 30-50% azaldılıb. Kamran İmanov hazırda süni intellektin əqli mülkiyyət subyekti olması haqqında danışmağın erkən olduğunu dedi. Süni intellektin əqli mülkiyyət mövqeyindən olan faktiki olaraq nə edir? Onun obyekti olmağıdır. İndi gəlirəm subyekti olmağa. Subyekti olmaq nə deməkdir? Kimə əqli mülkiyyət hüquqları verilir? İnsana verilir. Sonra keçə bilər, hüquqi şəxslərə verilə bilər. Nə üçün elektron şəxslərə hər süni intellekti elektron şəxs adlandırırsa verilə bilmir? Bunun da səbəbi var. Çünki hüquqların bir incəliyi var. Verilən hüquqlara görə səlahiyyətdən savayı vəzifələr də durur. Əgər nəsə düzgün deyil, tutaq ki, süni intellekt idarə edən maşın avariya düşdü, insanlar bədbaxt qarşı üzdən əmələ gəldi. Cavabda kim olacaq? Süni intellekt nə cür cavab verəcək? Bax, belə incə məqamlar var.
Ona görə də belə hesab olunur ki, hal-hazırda süni intellektin əqli mülkiyyət subyekti olmaq haqqında danışmaq hələlik tezdir. Azı bir 20-30 il lazımdır ki, bu məsələ daha da aktuallaşsın. Çıxışlarda qeyd olundu ki, əqli mülkiyyət hüquqları həmişə aktual olub. Son zamanlar qlobal virtual məkan, rəqəmsal platforma bu aktuallığı daha da artırıb. İnnovativ potensialın reallaşdırılması, əqli mülkiyyət, süni intellekt sahəsində görülən işlərin kifayət qədər vacib olduğu bildirildi. Səslənən fikirlər və irəli sürülən təkliflərlə bağlı birgə əməkdaşlığın vacibliyi vurğulandı. Südabə Cahangirli, Elçin Tağıyev, Elxan Axundov, ASTV Xəbər.